Salam değerli vətənlər, mən siyasi bloger Elnur Əliyev. Azərbaycan xanımı İlham Əliyevə etiraz edir və deyir, istəyərəm İlham özü işitsin. Mən deyirəm, yenə də deyirəm, bizim belə gedişlə Azərbaycanı diktator Əliyevdən xilas xanımlarımız edəcək. Görürəm ki, bəylərimiz 90% trolluqla məşğuldur. Zəhmət olmasa videoya baxın, belə xanımların qədrini bilin və dəyər verin. Zəhmət olmasa videoya. İlham hamıya deyir ki, yaxşıdır, yaxşıdır. Mən özüm 320 manat pul alıram, o nə puldur? Heç dərmanıma, puluma çatmır. Eynək alıram, dərmanımı alıram, nə bilim mən. Pulu verirəm, heç çörək pulum qalmır. Hamının pulu artır, bizim pulumuz qalır. Bilmirəm niyə. Mən istəyirəm belə İlham özü eşitsin ki, cəmaat nətər şikayət eləyir. Heç olmasa mənim pulumu da artırsın ki, birəcənə pul alaq. Fəri pul almırlar. Deputatların cibini doldururlar, həkimlərin cibi dolu, kasıb-küsubun pulu qalır elə. Niyə? Cəmaat da insandır da, adam da ölüyor cəmaat.